Salamlar, böyük başlıca Azərbaycan milləti. Bu günləri dostlar, böyük millətimiz çalışacağım bir məsələ ilə bağlı fikirlərimi paylaşam və bildiklərimi ən başda paylaşam ki, hədəfim də, amacım da budur ki, həqiqətən millət olaraq bugünkü günlərdə, tarixi günlərdə doğru qərarlar alaq, doğru metodlar, doğru addımlarla eləyə bilər. Bu tarixin dönüm nöqtəsində zərər eləməyək millət olaraq. Bilirsiniz ki, İran rejimi apardığı siyasətlər nəticəsində həm ölkənin başa-başını xaraba qoyub, işsizlik, yoxsulluq, bahalıq, təbiət çevrə tamamilə məhv olubdur. Xüsusən Azərbaycanı çölə çevriliblər. Urmi gölü daha göl deyil, derya deyil, bir çölə çeviriblər. Bizim yeraltı, yerüstü trilyonlar dolar Azərbaycanın qızılın, misin, surgun, yeraltı, yerüstü sərvətlərin talayıb aparırlar. Əkinçiliyi, kəşavərçiliyi məhv eləyiblər. Turizm deyə bir şey yoxdur, teknoloji deyə bir şey yoxdur. Üstəgəl tarixdən bəri biz necə 1945-də Pəhləvi xanedanının Azərbaycanda qətliamlar elədi. Eyni siyasət yenə idamə tapdı və Cumhuri İslami dönəmində də zamanında da biz gördük ki, Azərbaycana həmişə Türkiyə öyəy gözünə baxdılar. Halbuki bu məmləkətin bir çox köklərinə baxsan, tarixinə, mədəniyyət izlərinə bizim babalarımız onu yaratmış, qorumuş, amma təəssüflər olsun ki, bu günləri biz ən acınacaqlı vəziyyətdə olan bir çox sayda da olsa, sayımız 40 milyon da olsa, amma yaxşı bir durumda deyilir. Ona görə də bu rejimin məntəqədə apardığı siyasətlər, içəridə mafiyalaşma, rant iqtisad, bütün hər şey əl-ələ veribdir, gəlibdir, bir nöqtəyə yetişib ki, rejim sonuna doğru gedir. İstər Suriyədə, istər Əraqda, istər Əfqanistanda, əslən Orta Doğuda bir çox müsəlmanların qanının tökülməsində demirəm %100, amma barmağı var, əli var. Öz ölkəsini, öz millətinin rifahına, gəlişməsinə, iqtisadına, sağlığına yetişmək yerinə, millətini eşitmək yerinə, millətin həmişə güllə ilə, zindanla, işgəncə ilə cavab veribdir. Artıq 12 günlük savaşdan da sonra biz gördük bu rejim nə qədər o yalancı pəhlivanıdır, heç adı yox idi, sadəcə gücü millətə çatır. Bunu hamımız gördük. Və yenə də bu rejimin apardığı siyasətlər nəticəsində məntəqə ölkələri artıq İrandan yorulublar. Dünyadakı ölkələr artıq bu rejimdən yorulubdur. İstəyirlər bir an öncə qutulsunlar bu rejimdən. Necə ki millətimiz istəyir. Yadımızda neçə həftə qabaq yəni etiraz həmişə var idi. Millət xiyabanlardaydı, ancaq başqa ayrı bir dənə faşist, Pəhləvi faşistinin, o deyərlər Rubi Pəhləvisi meydana çıxdı və bu faciəyə demək olar ki, biraz da şərait yaratdı. Rejim bu cür caniliği eləyə bilməzdi, qabaqsa da eləmişdi. Mən bunun tərəfində deyiləm. Əsli cani cinayətkar bu rejimdir. Amiliyyət rejimdir. Amma Pəhləviçilər də və Pəhləvi düşüncəsini, Fars faşizmini, Pəhləvini yenidən, təzədən bu torpaqlara gətirməyə düşünənlər məsələdən sui-istifadə elədilər. Ancaq gəlib yetirdiyimiz bu nöqtədə hər kəs bunu bilir. Artıq Avropa belə gəldi sipahı terrorist eləməlidir. Onlar da bilirlər, sipahın hamısı terrorist deyil. Ərteşin hamısı, bəsicin hamısı, hər dövlət idarəsində olan insanlar o cür deyil. Amma bir sırasının artıq əli öz mərdumun qanına batmışdı və ya dünyada terror eləmişlər. Ona görə bu məcmuəni terroristi elan ediblər. Və danışıq deyə bir şey yoxdur. Yəni o iki Amerika bütün dünya bunların qabağına qoyur. 3-4 dənə məsələdir ki, atomdan əl çəkəcəksən, ora-bura müşəyə atmaqdan, ideoloji sadir eləməkdən, özən niyabəti hər yerdə terrorist qurumları yaratmaqdan əl çəkəcəksən. Bu rejim əl çəkə bilməz, çünki mahiyyəti budur. Bütün mahiyyəti budur. Bu rejim demokrat ola bilməz. Çünki bu rejimin ideolojisine göre mərdum acizdirlər. Mərdumun zəkası, ağlı
qabiliyyəti yoxdur. Bunlar o cür düşünürlər. Bunlar düşünürlər məşruiyyətlərini Allahdan alırlar. Dindən alırlar, insanlardan yox. Yalançı intixabat da onlar hamısı boş şeydir. Gəlib yetirdiyimiz nöqtədə bu rejim mənə görə məşruiyyətini həm dünyada, həm də xüsusən millətin yanında və xüsusən Azərbaycan millətinin yanında məşruiyyətin əldən vermişdi. Daha bu çökməyə çoxdan başlamışdı. Sona doğru gedir. Və beləncə şəraitlərdə bizim bir seri tarixi qərarlar almağımız lazımdır. Və bu tarixi qərarlarda, çətin şəraitdə millət hamısı bir-birindən birləşməlidir. Bir-birinə kömək eləməlidir. Fikrin paylaşmalıdır. Qələt yola gedən insanların qabağında durmalıdır. İndi bu qısa bir bildiyiniz məsələlərdir. Məmləkət tamamilə yoxsulluq, bahalıq, aclıq, əmniyyətsizlik, özbaşınalıq, mafiyalar hər yeri götürüb, özləri də işlərində bir-birlərindən təsviyə hesab eləməkdədir. Beləncə vəziyyətdə ki, hər an savaş ola bilər belə az məhdud həmlə ola, eləyə bilər geniş bir həmlə ola, fərq eləməz, bu rejim sona gedəcəkdir. Ola bilər istəmədiyimiz bir iç savaş uzun süre, iller iç savaşlar gedir. Biz bu senaryolara hazır olmalıyız. Ama bugünkü bu hassas günlerde Azerbaycan adına təşkilat deyilən, təşkilat olan, mən hamısını istəmirəm bir kasaya qoyaq, bir kategoriya. Hətta o təşkilatlar ki biz tənqid eləyəcək, içlərində çox vətənin, millətini sevən insanlar var. Amma o qərarlar ki alırlar bugün bu tarixi günlərdə Azərbaycan millətinin zərəli nədir? Bunu mən uca səsinlə deyirəm. Bu günləri Azərbaycan təşkilatları Azərbaycanlılarla, türklərlə birləşməkdənsə Fars faşizminin dalına düşüblər. Kürt terrorizminin dalına düşüblər. Sən necə bir Kürt ki, o quruh iki terroristi, mən Kürt insanını demirəm, mərdumu demirəm, terrorist Kürt təşkilatlarını deyirəm. Bax, Ciloluqda 1918-də bizim torpaqlarımızda yüz minlər sənin, mənim anamı, bacımı, babalarımızı, bizim soydaşlarımızı qətlam eləyiblər bunlar. Gene de inqilabdan sonra Sulduzda ya faslaştırılmış adı Nəğədədə hemen Hizbi Demokrat ve teröristleri töküldüler orada. Sakin əhalini, günahsız milləti orada qətlanma yetirdiler. Ve bütün bunların apardığı siyaset Azerbaycan Türk torpaqlarını işgal eləməkdir. Silahla bir adam ki götürüb terror eləyir, nəqşə paylayır, sənin torpaqlarını xəyallarındakı Böyük Kürdistan təsvir eləyir, sən nə duralarla bir yerdə otura bilirsən? O təşkilatlar ki bugün Azərbaycanlılarla birləşmir. Azərbaycan təşkilatlarla birləşmir, onlar bizim təşkilatımız, bizim millətin təşkilatı ola bilməz. Bu günləri əgər siz şəxsi çıxal arzında alıza deyirsiniz, əgər bu günləri siz siyasi düşünəsiniz, Türkiyə, Azərbaycan bizim stratejik üstünlüyümüzdür. Ən başda milləti. Sən gərək onun millətin daimən müxatab alardın. Bu günlər milləti ayaqda olardı. Və sabahçı gün İran coğrafiyasında Suriyə kimi bir şərait yaransa, sənin imdadan gəlməli və millət olaraq biz onu istəməliyik Azərbaycandan, Türkiyədən. Necə Azərbaycan, Türkiyə hər harda əli darda olubdur. Azərbaycan canımızdır. Qarabağ işgal olanda bizim ürəyimiz hər zaman yaraydı, qanıyırdı. Həməşə biz yaslaydıq. Ta Qarabağı işgaldan azad eləməyə qədər də əlimizdən gələn millətcə elədik. Türkiyənin də harda haqlı mücadiləsi olub, qocaman Təbrizdən, Azərbaycandan ona himayət gəlib, səs verilibdir. Və sabahçı gün bizim sıxıntımız olanda qardaşımızı səsləyəcək. Və geçən günlər gördünüz Azərbaycan Türkiyə rəsmi elan elədi. Əgər sabahçı gün İranda bu etirazatlar ki, onlar düşünürlər çoxalacaq, iç qargaşa yaranacaq, onlar deyirlər biz bəzi danışıqlarda hətta 500 kilometrə qədər girəcək. Çünki niyə? Onlar bürürlər həm
dünya mühacirət problemini yaşayır. Həm onlar bilirlər ki, bəzi başı pozuq terörist qüvvələr var. Türkiyə belə bu gün təzə Suriye'de 15 ildir bunlar terör devleti kururdular sözde. Oranı azad edildiler. Sonra gelip Azerbaycan'ın işgalı hayalları vardı. Sonra da Türkiye'nin yarısını böleler. Onu indi Türkiye vurup dağıdıp. Suriye'de. Bu gruplar ki döne döne bizim torpaqlarımızda hələ də iddiaları var. Tarixte ettiği cinayetlerden heç vaxt peşmanlıq eylem eləməyiblər. Hatta Cumhuri İslami ilə də işbirliği yaparırlar. Özləri danışıqlarında var. Qasımlını harda öldürübdülər? Cumhur İslami ilə getmişdi müzakirəyə. Hizb-i Demokratın öz bugünkü sözdə başda duranı özü danışır, deyir ki, biz Cumhur İslami ilə müzakirə eləyərik. Siz belə qüvvələr, indi küt terör dəstələri birləşir, Azərbaycan təşkilatları özlərindən çıxıblar. Əvvəl bir dənə məqalə yazırlar sağda solda, şərri addiləşdirməkdir bu. Bu siyaset değil, taktik de değil. Resmen bu millete xıyanət eləməkdir. Mən deyirəm. Bəli, siyasi itilaf biz qəşəng bilirik, olmalıdır. Amma onun prensipləri olar. Sən bir tərəfə bu işləri görə bilməzsən. Qabaqda gördünüz, bu qələtləri elədiniz. İndi eləmə haqqı kimsənin yoxdur. O gəlib eyləm elədi, sənin torpaqlarında gözü yoxdur. Onlar hazırlaşır, bəyaniyə veriblər. Sabahçı gün deyir, əgər şərait olursa biz həmlə eləyəcək. Haraya həmlə eləyəcəklər bunlar? Azərbaycana, sənin, mənim, ana, bacımıza, bizim soydaşlarımıza, qardaşlarımıza tarixdə olduğu kimi bunlar cinayət eləməyəcəklərini siz garanti eləyə bilərsinizmi? Siz terrorizmdən himayət eləsəz, bunların hamısı çoxu PKK'nın çətri altındadılar. Siz Türkiye'nin düşünmürsünüz. Etimadını ələ gətirməkdə çətinlik çəkərsiniz. Bu günləri Azərbaycan təşkilatları, Azərbaycanı düşünənlər, mən şəxs hazıram, hər şeyi qırağa qoyuq. Qoymalıyıq. Hamı bir-birinin yanına gəlməlidir, birləşməlidir. Millət bunu istəyir, millət bunu görməlidir. Əgər sənin dərdin Azərbaycandır, sən cumhuriyyətçi saxtakarların adında nə mənə dolanırsan? Bu milləti niyə çiçitməyə çalışırsınız? Bu millət 1 saat, 2 saat türkü yazmaq üçün mübarizə eləyir. Bu millət irtica ilə, tarixdən bəri, diktatorluqla, faşizmlə mübarizə eləyir. Bunun adı molla olur olsun, bunun adı kravatlı olur olsun, adı şahın nə bilim törəməsi olsun, kim olur olsun. Özünüz kiçiksiz milləti bu aşağı yendirməyə haqqınız yoxdur, haqqımız yoxdur. Azərbaycan siyasi iradəsini, milli hükümətini qurmaq istəyir. Qurmalıdır. Əgər haqq hüquq danışırsınız, kiminlə? Sən millətinlə birləşə bilməzsən, kiminlə sən danışacaqsan? Sənin qabağında olan adam, danışdığın adam demokrat deyil. Sən bunu anlamırsanmı? O qüdrət əldə eləsə, pişəvəri dönəmi 1945'də dövlət mərkəzi ilə pişəvəri anlaşmışdı, qərardadı vardı. Heç kim torpaq bölmək söhbəti yox idi. Amma elə ki qüdrətdəndi, göydən hava peymələrlə, yerdən də içimizdən alan xainlərlə, din tüccarlarından, ərazili obaşlarla, çətələrlə töküldülər, Azərbaycanda qətlam elədilər. Əgər bu günləri biz minimum üstündə istəyirik anlaşaq əvvəl öz aramızda, bizim milli hükümət dönəmində Azərbaycan təbii sərvətləri, milyardılar dolar yerastı, yerüstü sərvətimiz var. Turizm fürsətləri var, ekonomi koridorları var. Azərbaycan qədimdən deyərlər ki, bu qəllat yiyəcəyin mərkəzidir, ambarıdır, deposu sayılır. Bu qədəm potansiyelləri olan milli hükümət döneminde rəsmi dil türk idi. Bunun ordusu vardı, nizami qüvvəsi vardı özünü müdafiə edən. Eləyə bilərdi, dünya ölkələrindən, qonşu ölkələrindən siyasət aparsın, iqtisadi əlaqələr qursun. Hər kim istəyir, o minimumları qoysun görün bir. Hansı faşizmi bunu qəbul edir? Bizim bir məsələ indisi gedir qabağa. Hər kim, xüsusilə Kürt terörist qrupları,
Geçmişlərindən peşmanlıq. Əməli bir şey eləyənməzlər. Peşmanlıqların və bu xəritə, nəxşə yaymaqları, Azərbaycana düşmanlıqları, Türkiyəyə düşmanlıqlarını, silahlarını yerə qoymasa, bizlə eləyə bilməz işbirliyi aparır. Problem biz deyilik. Azərbaycan təşkilatları teröristi təşkilat deyil. Bu bir. Azərbaycanlıların torpaqlarına düşman göz dikib. İki. Azərbaycanlıların tarixi yaddaşı var. Sulduzda ya Nəğədə deyilən. Orada cinayət eləyiblər. 1918'də buyurun kitablara bakın. Ziloluq da Azərbaycanda 100 minlərdən çox adam öldürüblər. Bizləri qətlam eləyiblər. Bu da bizim tarixi yaddaşımızdır. Ama siyasi çıxar olaraq Kürt terrorizmi bəzi dövlətlərin nökərçiliğindədir. Azərbaycan Türkiyəyə qarşı Qarabağda PKK'ların yadınızdadır savaşa aparmışdılar, ermənilərin yanındaydı. Əgər bu günləri biz qardaş axtarırıq, dost axtarırıq, biz əvvələn böyük millətik. İkincisi, mənim təşkilatım Azərbaycanlılar birinci öz içlərində birləşməlidir. Əgər sən öz içində birləşməsən, dostunla da getsən, düşmənlə də getsən, səni sadəcə sui-istifadə eləyəcəklər. Bəziləri istər sui-istifadə ola. Bəziləri eləyə bilər vicdanını sata. Amma buna biz icazə verməyəcək. Və millət içəri eşikdə, mən buradan deyirəm. Baxın, dostluqlar, şəxsi əlaqələri hər kəs kənara qoysun. Bu tarixi dönemdə hər şey ani dəyişə bilər. Bu günləri terörist qruplar silahlarınla, adamlarınla birləşirlər və bizə tərəf gələrlər. Bizim avantajımız nədir? Bizim qonşuluğumuzda 2 dənə Türk devləti var. Başarırsınız, buyurun onlarla irtibat qurun. Bu məmləkətlərin içərisində bir çox hizblər var, NGO'lar var, dərnəklər var, cəmiyyətlər var. Onlarla ged irtibatı sağlam. Dünya dövlətlərindən sənə yaraşan, səni himayət eləyə biləcək. Sabahçı gün Türkiyə, Azərbaycan deyir ki, sabahçı gün şərait böhrana getsə, Azərbaycan şərqi, qərbi, Ərdəbil və ya 500 kilometr İranın içərisinə mən ordumu yendirəcəyim. Bu bilirsiniz yani mənə. Bu yani o terörist qüvvələri indidən görürlər. Onlara o icazə verilməz. Bizim millətimiz ona icazə verməz. Qorxaqlıq eləməyin. Paradoksa düşməyin. İllər boyda 30 Avropada bütün orada PKK'nı bəsləyən sözdə demokrat dövlətlər, Avropalılar var idi. Oturdunuz, siz də vicdanınızı qoydunuz ayağınızın altına. Hər terörist PKK'sı Kürdündən, obisindən oturdunuz bir yerdə. Bu xəyanətdir. Bu millətin əməyinə xor baxmaqdır. Qorxaqlıq yetər. Onlar istəyirlər əvvəl öz içimizdə. Biz millətimiz də güclüdür, özümüz də güclüyük. Özümüz hesablaşmalıyıq. Hər kim yanlış gedir deyilməlidir. Fars faşizminin, dini faşizmin hər kim içərdə eşikdə qulluğunu istəyir eləyə, onlarla bizim yolumuz ayrılır. Səhvlər bəlli olur indi. Sənin səhvin haqq, ədalətin, millətin yanı olmalıdır. Onun çıxarlarını qorumalıdır. O zamanacan ki, bu şər qüvvələr geçmişlərindən peşmanlıqlarını elam eləməyib. Əməldə və sözdə etdiyi cinayətlərin etiraf eləməyibdir və yaydığı xəyali xəritələrindən vazgeçməyibdir və sənin stratejik dostun ola biləcək dövlətlərə qarşı düşmanlığını əldən qoymayıbdır yerə, sən onlara getsən intihardır, bu siyasi intihardır. Sabahçı gün sən məntəqəmizi işgal eləyən adamları rəsmiyyətə tanıyırsan. Onlar belə sözdə Azərbaycanın adını çəkənmirlər. Azərbaycana qərbiyə gəlib deyirlər Ruslan Urmiyə. Sən nə hesab kitabla istəyirsən? Sözdə rejimin qabağında biz düzdür birləşməliyik. Bəli, birləşilməlidir, amma kiminlə? İki tərəfi olmalıdır. Eləyə bilməz biri sənin varında, yoxunda, namusunda, torpağında gözü ola. Sənin əcdadın qətlamı eləyə, bir də sən birlikdən danışasan. Bu nə birliğidir?
Cumhur İslami ilə də birlik eləyəməsən. Sən o ki, oturubsan içəridə xəyallar dalacasan. Söhbət burada sistemdən gedir. Faşizmi bu məmləkəti verana qoy. Sən öz mənfəətlərin üstündə durmalısan. Millətini eşitməlisən. Və qüdrətin orada olmalıdır. Millət də səni bağrına basmalıdır. Belə eləsəz, belə geçsəz, millət əzib geçəcək hamısı. Bunu bilin. İkinci məsələ, həmin zehniyyətdə olan adamlar düşüblər mücahidlərin dalınca. Belə bir kompleksə düşüblər. Aman Pəhləvi gəlir, biz gedək ayrı bir faşizmin yanında duraq. Pəhləvi ilə, Cumhur İslami ilə mücahidin nə fərqi var? 47 ildir bunlar eləyə bilməyibdilər. Bir dənə Azərbaycanın adını çəkələr. Azərbaycanın orada olan cinayətləri məhkum eləyələr. Deyələr bu insani hüquqlarını istir. Siyasi məhbuslarına müdafiə eləyələr. Onlar istəsəydilər Cumhur İslamı 47 il davam gətirməzdi. Çünki onların dərdi rejim çenjidir. İstirlər deyirlər, bu diktator faşist getsin, necə Pəhləvi qətlam elirdi, cinayət elirdi, millət getdi qabağa yıxıldı, sonra Xumeynini gətirdilər. Həman cinayətlər davam elədi. Böyük millətimiz. Azərbaycan istəmir özü üçün qan versin, can versin daha. Həman cinayətlər Cumhur İslamıda daha pisləşdi, daha çoxaldı. Azərbaycanı çölə çevriliblər. Soyub soğana çevirdilər. Bu günləri bizim siyasilərimiz niyə paradoksa düşübsüz? Gəlib adam deyir, biz taktiki mücahidlərin getdik. Berlində mücahidlər bir dənə platform qurublar, səhnə qurublar. O tərəfdə səltənətçilər dünyada həyasızlıqlarını göstərdiblər, hamını təhdid edirlər. Gəlməmişdən öldürəcək, kəsəcək. Avropa pəhləviçilərin dediyi bunlar neonazistdirlər. Onlar gəlsə də davam gətirəməz. Qəbul eləməz insanlar. Hey, biz pis gündəyik, çətin gündədir millət. Amma o faşizmi götürüb bu biri faşizmi gətirməz. Bu millət yaddaşı var. Azərbaycan millətinin qabiliyyəti var, dirayəti var. Ayrı faşizmə yol verməyəcək. Bu bəyəfəndilər 2, 3, 5 yığışıblar hərəsi sözdə Azərbaycan. Özünüz gedin. Hər kim istəyir gedə mücahidə, gedin mücahidə yazılın. Girin mücahidin səltənətçinin qulluğuna. Amma mənim Azərbaycanlıların tərəfindən sən nümayəndə deyilsən. Sən nümayəndə deyilsən. Sən sadəcə düşmanın dərmanına su tökən, dost libasında görüşən bir şəxs ola bilərsən. Siyasətdə siz buyurun mücahidlərin yaydığı bəyaniyələrində. Çünki Hizb-i Demokratla bərabər müsəlləhanə işlər görmüşlər. Onun adını çəkir, yazır Xodmuxtarı Kürdistana. Kürdistan ola bilir, saray deyir. Azərbaycanı deyir. Siz kompleksə düşmüşsünüz. Amerika, İsrail, qərb ölkələri İranı vurub yıxa biləcək yaddan çıxadıbsınız. Hay düşmüşsünüz o medyada. Baba faslarını özü açdı, axı bunu qoydu ortaya. Faslar gəldi dedi ki, bax, bu şuarları 400%, %400 bərabər İran International yalandan çoxaldıb, yayıb, səs qoyub. BBC %100. Cəmi orada verilən şuarların hətta desək, həqiqətən var, 17%, 17%. Səni Azərbaycanlı, sən bunu niyə görənmirsən? Ya qabaqda mücahidlərindən sizin bir seri alışverişləriniz vardı, indi bir ələnləşdirirsiniz. Gedin özünüz. Azərbaycanın adına deyil. Demək istədiyim budur. Bir, iç birliği lazım. Özümüz birləşməliyik. Sən əgər Azərbaycan təşkilatından birləşənmirsən, mücahidinə necə birləşsən? Mücahid İranı bütün görür. İranı deyir mənimkidir. Farsı əsli, rəsmi, hakim dil bilir. Fars devlətçiliyi bilir. Kürdünə işbirliği aparır. Sənə heç zat qail deyil. Aya sən eləyə bilməzsən Azərbaycan təşkilatları, faalları ki, üst-üstə istəkləri bir-birindən çox yaxındır birləşəsən və əgər müzakirə olursa, sən əvvəl gedirsən, xidmət verirsən. Sən gedirsən mücahidin yanında bir dənə əbzar kimin o vitrinini düzəldir. Sənin ihtiyacı o qədər istir səni. O istəmir ki, sənə. İndiyəcən mücahidlərin bu qədər lobi gücü var.
Bu qədər sərmayələri olub. Siz xəbəriniz var. Onların televizyonda bir gün bir Azərbaycan faalını qoyublar. Danışa normal mənim kimi bir otura danışa. Xeyr. Sən stratejik köməklik eləsən mücahidə və taşdiç eləsən Azərbaycanlılara taşdiç eləsən. Taşdiç o siyasət eləsən oyunbazlıqdır bizə. Azərbaycanlılara, türklərə sən oyun oynayırsan. Düşmənə xidmət eləməyinə, düşmənin yanında durmağına. Əgər qərardır bir gün o iş ola, millət, milli hökumət, hakimiyyət millisin, yəni millət qərar verə özü üçün. Onun modeli bizdə var, pişəvəri dönəmidir. O hüquqları qoyacaqsan, yazacaqsan, Azərbaycanlılarla birlikdə millətən də şəffaf, sadiq olasın deyəcəksən. Dalda oyun çevirmə. O heç oturubsan sən Türkiyədə, orada burada deyirsən projen var. Sənin projen öz dərdindəyir. Orada burada sallanıb dolanıb hiç eləmə, əlində 2 dənə web saytı var. 2 dənə lompen var. Azərbaycanın, bu böyük milləti sən aparacaqsan gənə ayrı qətliqahlara. Ya o heç sən oturubsan Azərbaycanda molla rejiminin nökərçiliğini eləyirsən. Onlar, o şəxslər səhvlərini ayrılırlar. Onlar bizim millətdən ola bilməzlər. Bizim xəttimiz bəlli olmalıdır. Bugünkü gündə hər kəs harda durur göstərməlidir, qərar verməlidir. Azərbaycanın milli hökumət dönəmindəki böyük beynəlmiləl qanunlara görə milli hökumətin istəkləri bizim minimumumuzdur. Birləşdirər, hər kim həm dildə, həm əməldə bunları qəbul elər. Və bəzi mekanizmlərlə bölgədə, dünyada olan bir sürü qurum quruluşlar var. Onların da nəzarəti ilə, onların da garantor zəmanəti ilə bəlli yollara çıxmaq olar. Amma bir nəri, onlar ki, federal demokratik cumhuriyxah adına maraqlıdır. Bunların da çoxu Cumhuri İslamiyə oturmuşlar, Avropadan rəy yığırdılar. Oturmuşlar, deyirlər, Qurbaçov gələcək, Xameneyi də öləcək, nə olacaq? List yazmışlar, kitablar çap olub, türk dili çap olacaq, Urmi Gölü Nəcat veriləcək, Azərbaycanın qızıl mis mədənlərinin pulu Azərbaycan olacaq. Heç biri də olmadı. Gedib oturublar yerlərində. Sən Cumhuri İslamiyə xidmət eləyibsən, oturub Avropada. İndi də gəlibsən bir dənə Cumhuriyxah adına oyun bəzəyibsən, bu milləti təhqir eləyənməsən. Bu millətə gələcəkdə baxacaq görək, məclisi müəssisan qəbul eləsə, bu yazıq millətə sən yazıq eləyirsən, sən eləyəsən. Bir saat dilində görək, o oxusun ya oxumasın. Azərbaycan belə işlər istəmir. Biz bunu istəmirik. Əvvəl siyasi iradədir, dövlətidir. O olmasa nə sənin dilin olacaq, nə iqtisadan sahib çıxacaqsan, nə yeraltı, nə yerüstü sərvətlərin, nə xanımların həqləri, nə uşaqların həqqləri, heç də təbiətin, heç də sən müdafiəyə sahib çıxa bilməzsən. Sabahçı gündə bunlar deyə bilərlərmi? 2 xətt sən dilində yazdın. Niyə yazsın əslən bu millət bu dildə? Bəxti bunun günlük həyatında, zindəcanlığında, iqtisadında, yuxarı getməsində, böyüməsində, teknolojisində yeri olmayan neynir bunu? Siz milləti niyə istəyirsiniz bir də qurbanlıq aparasınız? Anlatmayın. Nə özünüzü anladın? Mən fikirəm siz çoxuz bilirsiniz, bilə-bilə bu xəyanətdir. Mən bunları deyirəm, gələn seri adarızı verəcək. Gələn seri, əlimizdə də bir sıra sənədlər var. Onlar iki cumhuriyyətçi adına giriblər bu günləri. Oyun bəzəyirlər, ey millət eşidin. Bunlar deyirlər, istiqlal deyənlər Cumhuri İslamidən xətərlidir. Bunları biz ortadan götürməliyik. Əgər zərrə qədər siyasi strateji bilən, dəhası olan adam, biz nə? Həqiqi mənada doğru fırıldaqçılıq yox. Həqiqi mənada federal qüvvələr. Bizim hüquqlarımız təmin olsun. Hər platformda biz olan qabağına daş qoymuruq. Düşmən də görmürük. Siyasi stratejidə sənin gərək mərkəzin olan, bəziləri maksimalist olmalıdır, bəziləri radikal olmalıdır, bəziləri orta getməlidir, bəziləri yeri gələndə məşru müdafiə silahını götürməlidir. Bu siyasətin alfabesidir. İndi bunlar oturublar sağda solda, hamısı da Azərbaycan adına.
Həmin adamlar Şirin İbadini səltənətçi Kanadada olan Muridi adında bir Azərbaycan türk düşmanı. Bu adam 1000 dəfə özü göstərmiş. Bu adam rəsmi namələr yazmış Azərbaycan dövlətini. Bu rəsmiyyətə tanımır. Ermənilərin o saxta soyqırım zatlarına gedib de gül buraxıbdır. Azərbaycan düşmanı bu qədər adam. Keçənlərdə də o Pəhləvi ki yalandan o bəzi pullarla bir sıra insanlar meydana gətirdi. Getdi orada Pəhləvini təbliğ elədi. Həmən bu adamları bu Cumhuriyyət oyununa girən adamlar gətirmişlər. Deyirlər ki bunlar Azərbaycanlıların nümayəndələridir. Qatil Azərbaycan düşməni gəlib olubdur Azərbaycan nümayəndəsi. Buyurun Şirin İbadi getdi durdu Pəhləvinin yanında. Sən dünən gətirirdin onu yamayasan Azərbaycanlıların adına. Əl çəkin bu işlərdən. Bu oyunbazlıqlardan əl çəkin. Millətə, Azərbaycanlılara inanın, güvənin. Biz də bunları hazırıq, yaddan çıxadaq. Amma bugünkü məsələdə biz bir arada duraq. Biz bir arada durmalıyıq. Bir yerdə olma məcburiyyətindəyik. Ya bugün, ya çox gec olacaq. Çox gec olar. Tarixin düz doğru tərəfində duraq. Mən dilim acı olsa, səsimi ucatsam, həqiqətən ürəyim acır ona görədir. Kimsəyə yox, mən tək-tək Azərbaycan üçün, bizim millətimizin azadlığı üçün, demokrasi üçün, pişrəfti üçün, gəlişməsi üçün addım atan hər kəsin mən əlindən, ayağından öpərəm. Amma bu gedişat düz deyil. Bu gedişat ki, bunlar tutublar. Bu günləri Azərbaycan təşkilatları düşünməlidir, plan töhməlidir. Sabahları internet qət olanda, ki qət oldu bir dəfə, mərkəzi dövlət zəifləyəndə bizim millətin geçinəcəyi necə olacaq? Ərzaqı hardan gələcək? Plan verməlidir eşiyə. Çoxdan verməlidir. Biz 2 ildir bunları danışırıq. Bax, savaş olacaq. Bax, qıtlıq olacaq. İnsanlar yiyəcək tapanmaz. Əmniyyət aradan gedər. Başı pozuq silahlı qüvvələr meydana yenər. Qətlamlar olar. Biz bunu yaşamışıq. Biz buyurun Azərbaycan torpaqlarında həmişə qətlam eləyiblər. Həmən qururları siz xunsa eləməlisiniz. İndidən çətin şəraitdə millət nələr ehtiyac var, nələr eləməlidir. Azərbaycan çətin şəraitdə bu insanlar bütün irtibatlar qət olanda, xəstəxana olmayanda, dava dərman olmayanda o şəraitə hazırlanmalıdır. Yəni bizim əlimizdə olmayan, biz savaşa qarşıyıq, istəmirik. Bizim əlimizdə də kimsə bizdən icazə almır. Necə Cumhuriyet İslamı dünyaya terror göndərəndə, terörist göndərəndə bizdən icazə almamışdır. İndi də təpəsinə qonurlar, bizdən gənə icazə almırlar. Amma biz burada bir torpaqların həqiqi sahibləriyik. Bu insan yaşamalıdır. Sənin, mənim, bizim vəzifəmiz indi bu şəraiti doğru anlayaq və lazım olan dövlətlərinə şəraiti ki, gələcək qabağa onunla irtibat quraq, yalvarmalıyıq, yalvaraq, siyasətli siyasət aparaq. Paylaşmalıyıq, onlarla oturaq. Artıq bu fars faşizminin hər hansı rəngində olur olsun, Avropasında, Amerikasında, Tehranında, İsfahanında bunların daşına təzdən tökün. Tökün. Bu millət bu fars faşizmini, Pəhləvini qusub atıbdır bir dəfə. Sizin infialınızdan, sizin belə bir saxtakarların yanında durmağınızdan millətə qələt adres verərsiniz. Qələt yol göstərərsiniz. Ona görə mən təşəkkür edirəm. Bu danışıq biraz da uzun oldu, çalışacağım. Gənə təmasda olaq. Mənim baxdığım, mənim gördüyüm gələcək çox ani məsələlər, hadisələr olacaqdır. Ancaq Azərbaycan irtica ilə dini faşizminlə, fars faşizminlə məsafəsini qoysun. O əzizləri ki, məni eşidirsiniz. Xahiş edirəm, bu mənim dediklərimi əliz gəldiyiniz qədər paylaşın. Müxtəlif şəbəkələrdə, müxtəlif kanallarda gələcək günlərə hər senaryoya hazır olmalıdır. Bəzi kitablar, bəzi sənədlər, bəzi möhtəvalar lazımdır. Bu haqda mən öz adıma, dostlar, hər kəs hazırlamağa çalışır.
Ancaq mənim gördüyüm, mənim bildiyim biz çox stratejik üstünlüyümüz var. Ruhi, zehni olarak biz bu şəraitə hazır olmalıyıq və yeri gələndə biz o torpaqların həqiqi sahibi olarak bəlkə meydanlara yenib, ey qardaşım dardayam, gəl istəməliyik. Həm demokratik ölkələrdən və həm bizim qonşuluğumuzda olan əvvəl millətdən, soydaşlarımızdan, insanlardan və dövlətlərdən. Biz o zaman eləyə bilirik özümüz birliyimiz olan. O zaman eləyə bilirik ki, dost düşmanı rahat tanıyaq. Bu günləri yalandan yeləsəndə sağa sola getməyin. Duruşuz olsun. Prensiplərin, usulların üstündə durun. Ona görədir ki, yaxın günlərdə Azərbaycana, Türk millətinə yaraşan mən ümid edirəm. Birliklər, birgəliklər, deyərlər ki, güc birlikdən doğar. Harda birlik, orada dirlik. Bizim dədə-babalarımız da bunu deyir. Biz tarixin öncüllərindən olmuşuq. Türk milləti devlətsiz olmayıbdır. Və bu günləri biz bu prosesdə, bu sürəcdə əvvəl ağırlığımızı qoymalıyıq. Azərbaycan mərkəzli lokomotiv olaraq biz bu səngəri qorumalıyıq və bütün türklərin burada haqlı səsinə dəstək verməliyik. Yaxın günlərə biz belə şəraitə mən düşünürəm ki, son bir qısa şərait üçün düşünürəm bu indiki internet var. Hər kəs eləyə bilməlidir. Ən azı bir həftə günlük su, yiyəcək, bəzi ərzaq eləyə bilər. Xarab olmalıdırlar bəqilərin getməsinə, münasib paltardan, geyimdən, irtibati vəsilələr eləyə bilər. Bu bəzi imkanlar var. İnternet qət olanda eləyə bilər. Bəzi biçimlər ola, bəzi qısa ölçüdə eləyə bilir irtibat qura 3-5 kilometr, 10 kilometr, 50 kilometr. Şəhər, məntəqə, qəsəbələrdə gərək indidən hamı irtibatların çoxalda, lazım gəldiyi qədər yerində gərək şəhər, kət, qəsəbə, məhəllələri və bölgələrimizi öz kontrolumuza alıq. Buna deyirlər mərdumi komitələr, mərdum və burada olan hər kim Azərbaycanlıdır, silahlı qüvvələrdədir, təcrübəsini, imkanları millətimizin ixtiyarına qoymalıdır. Hər kəs əlindən bir iş gəlir, biri doktordur, biri mühəndisdir, bizim xüsusilə aydınlarımız, yol bilən, yol göstərənlərimiz, strateji bilənlərimiz, nizami, qanun qaydaları bilənlər hamısı birləşib səfərbər olub və öz bölgələrimizi şərait böhrana doğru gedəndə kontrol olunmalıdır ki, zindəcanlıq həyat normal axışında gedə. Biz intiqam peşində o deyilik. Heç vaxt xiyabanda xuşunətə, nə bilim, bir-birinlə, hətta incirliyi olsa, hətta biri ilə cinayət eləmişsə də onun yeri xiyabanda intiqam darağaçları qurmaq olmayıb tarixdə bizim. Mən fikir edirəm, bu dəfə də olmamalıdır və millət olaraq biz başarmalıyıq. Öz əmniyyətimizi, öz torpaqlarımızı qoruyaq və bunun üçün də lazım olan imkanlar. Özümüz ayaq üstə duraq, normal, minimum günlük insanların ehtiyacları nədir? Əmniyyət qurmaq, təşkilatlanmaq və hətta əlimizdə silah sursatımız var, daha bək qoruyaq. Əgər yoxdursa, onları da təmin eləyək, xas şəraitə hazır olaq ki, öz bölgələrimizin sahibi dursaq və Azərbaycan uğrunda çalışan bizim aktivistlərimiz, qruplarımız, təşkilatlarımız hamı səfərbər olub birləşməlidir, güc birliyi eləməlidir, güzəştə getməlidir və içəri də eynən belə olursa biz hər hansı senaryo olsa, varlığımız, iradəmiz olsa, meydanda olsaq həqlərimizə yetişə bilərik. Yox, hərə birinin dalıca qaçsa, nə bunu Türk milləti bağışlayacaq, nə tarix bizi bağışlayar, nə də bizə bir xeyir gələr. Ona görədir ki, bir çox məsələlər var, yenə təkrar danışarıq, görüşərik. Mən bir daha hamınıza can sağlığı arzulayıram, azadlıq, ədalət, milli hükümət, Türk millətinin, Azərbaycan millətinin iradəsi ilə bizim öz əlimiz, öz başımız olmazdı, özümüzü idarə eləyək, qərar verək, necə yaşayaq. Azərbaycan cənnətdir.